Salamlayıram sizi əziz bacı qardaşlar. Hamınızı görməyə çox şadam. Yenə də bəxtiyarlıq qaydaları və silsiləsini davam edirəm və bugün üçüncü bəxtiyarlıq qaydası həlimlik haqqında danışmaq istəyirəm. Biz oxuyacağıq Matta müjdəsi 5-ci fəsil 5-ci ayı. Matta müjdəsi 5-ci fəsil 5-ci ayı. Nə bəxtiyardır həlimlər, çünki onlar yer üzünü irs alacaq. Əslində bu sözlər bu dövrün və bu dünyanın ruhuna uyğun gəlmir. Çünki həlimlik indi dəbdə deyil. Çox vaxt insanlar ancaq güclü, özündən əmin, uğurlu insanlara həsəd aparır. Sosial şəbəkələr, televiziya, cəmiyyət, hamısı eyni şey deyir ki, yeməyənin payını yeyərlər və ya birinci olmasan axıra qalacaqsan və s. İndiki zamanda ancaq inadkarlıq, təkkəbürlük və hətta həyasızlıq yaxşı və lazımlı bir xüsusiyyət sayılır. Və hamı istəyir ki, zamanla uyğunlaşsın. Amma Məsih deyir ki, məhz həlimlər bəxtiyardır. Gəlin birlikdə baxalım ki, ümumiyyətlə həlim olmaq nə deməkdir? Və bu, Allah üçün niyə bu qədər vacibdir? Və bu, həyatımızda özünü necə göstərə bilər? Biz 37-ci Zəburdan bir neçə ayələr oxuyacağıq bugün və ilk iki ayələri oxuyum. Pislik edənlərə görə narahat olma. Fitnəkarlıq edənlərə qibtə etmə. Tezliklə onlar ot kimi quruyacaq, yaşıl çəmən kimi tez solacaq. Dünya varlılara və tanınmış insanlara heyran olur. Belə insanlara hörmət edirlər, onlara həsəd aparırlar və onlara paxıllıq edirlər. Və onlar özlərindən əlbəttə ki, razıdırlar, çünki varlı və nüfuzludular. Buna görə çox adam çalışır ki, özünü varlı göstərsən ya ağıllı göstərsən. Hətta belə olmasılar da belə. Çünki çox adam istəyir ki, ona paxıllıq eləsinlər, onun haqqında danışsınlar. Bu, həm komplekslərlə bağlıdır, həm insanda dünyavi dəyərlərin olması ilə bağlıdır. Lakin kəlam deyir ki, bütün bunlar müvəqqətidir. Hər şey puçdur. Ot kimi bugün yaşıllaşır, sabah isə quruyur. Əslində, xarici parıltının arxasına çox vaxt narahatlıq, qorxu, daimi rəqabət durur. Dünya qürur və rəqabət yolunu təklif edir. Mən səndən yaxşıyam, səndən varlıyam, səndən ağıllıyam, amma bu yol ürəyə rahatlıq vermir. 37-ci Zəbur 3 və 5-ci ayələrdə deyilir. Rəbbə güvən, yaxşılıq et, bu diyarda arxayın ömür sür. Yolunu Rəbbə ver, ona güvən, o edəcək. Bu yol isə həlimlik yoludur. Rəqabət yolu deyil, Allaha etibar yoludur. Həlim insan digər insanların bəyənməsini axtarmır. O, Allahın iradəsini axtarır. O, öz haqlığını sübut etməyə can atmır. Çünki əmindir ki, Rəbb özü onu qoruyacaq. Bəs bizim üçün həlimlik nümunəsi kim ola bilər? Məsih Matta 11:29-da deyir. Məndən öyrənin, çünki mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Həlimliyin ən böyük nümunəsi bu İsa Məsihdir. Kainatda bütün hakimiyyət onun əlindədir. Amma o, özü üçün ondan istifadə etmədi. O, küləklərə və dənizə əmr edirdi və onlar ona itaət edirdilər. Və o, bir sözü ilə düşmənlərin planlarını məhv edə bilərdi. Lakin ona əzab verəndə o susurdu. Ona istehza edəndə o cavab vermirdi. Onu çarmıxa çəkəndə isə o
Dua edirdi ki, ata, onları bağışla. Çünki nə etdiklərini bilmirlər. Baxın, əsl həlimlik budur. Məsihin həlimliyi Rəbbin ürəyini göstərir. O, şöhrət axtarmırdı. Hörmət tələb etmirdi. O, əhəmiyyətini sübut etməyə çalışmırdı. Onun qüdrəti məhəbbətdə, xidmətdə və bağışlamaqda özünü göstərdi. O, şagirdlərinin ayaqlarını yuyanda bu alçaldılma yox, böyüklüyün göstəricisi idi. O, göstərdi ki, əsl hakimiyyət xidmətdədir. Və həlimliyin nə olduğunu başa düşmək üçün onun biz əksini görməliyik. Həlimliyin əksi bu qürur, təkkəbürlük, qəddarlıq, qisasçılıq və özündən razı olmaqdır. Qürurlu deyir ki, mən daha yaxşı bilirəm. Həlimsə deyir, qoy Rəbbin iradəsi olsun. Təkəbbürlü deyir, ən layiqli mənəm. Həlimsə deyir, nəyin varsa Allaha məxsusdur. Həlim insan lazım olsa sərt ola bilər, amma qəddar deyil. Çünki onun ürəyində sülh və məhəbbət var. Dünya qüruru üstün tutur, Məsih isə təvəzzükarlığı. Dünyada vəzifə ilə fəxr edirlər. Məsih isə şagirdlərinin ayaqlarını yuyurdu. 37-ci Zabur 7 və 11-ci ayələrdə deyilir. Rəbbin hüzurunda sükut et, onu səbirlə gözlə. Yolunda uğur qazanan hiləgər insan üçün narahat olma. Qəzəbi at, hiddətdən çəkin, narahat olma. Bunlar insanı şərə salar. Çünki şər adam kəsilib atılacaq. Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. Məsih deyir, nə bəxtiyardır həlimlər. Bəxtiyardır sözü xoşbəxtdir deməkdir. Bəs həlimlər niyə xoşbəxtdir? Yazılıb ki, çünki onlar yer üzünü irs alacaq. Dünya hesab edir ki, yer üzünü güclülər, varlılar və vəzifəlilər miras alırlar. Amma Rəbb başqa cür deyir. O deyir ki, əsl miras qürurlulara deyil, həlimlərə məxsusdur. Amma həlimlər yer üzünü qazandıqları üçün deyil, Allahın onu onlara bir hədiyyə kimi verdiyi üçün irs alırlar. Amma onlar öz padşahlıqlarını qurmurlar. Onlar Allahın padşahlığını gözləyirlər. Və həmin zaman da bir gün gələcək. Və Məsih deyir ki, mənim padşahlığım bu dünyadan deyil. Deməli, bu bir ruhani vəddir. Kəlam Məsihin yer üzündə padşahlıq edəcəyi gələcək zamandan da danışır. Misal üçün, Vəh 5-ci fəsil 9-10-cu ayələr. Çünki sən kəsildin və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün öz qanın bahasına satın aldın. Onları Allahımızla birgə padşahlığa və kahinliyə şərik etdin. Onlar da yer üzünə padşahlıq edəcək. Və ya Vəh 24-də yazılıb ki, İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Onlar dirilib Məsihlə birgə 1000 il padşahlıq etdi. Həlimlər bugün alçaldılmış və ya unudulmuş ola bilər. Biz eşidirik necə bugün, misal üçün Nigeriyada minlərlə məsihçilər öldürülür. Amma Rəbb gələndə onların da vaxtı gələcək. Məsih qayıdanda və yeni göylər və yeni yer gələndə həlimlər onunla birlikdə padşahlıq edəcək.
Biz indi heç nəyə sahib olmaya bilərik. Lakin Məsihdə hər şeyin varisiyik. Həvari Paul yazırdı: Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik. Amin. Və bu miras güclə deyil, müqəddəs ruh vasitəsilə lütflə verilir. Mən ilk vəzində dediyim kimi, bəxtiyarlıq qaydaları bu qanun deyil. Onlar imanın bəhrələridir. Yəni, bu belə işləmir ki, əgər sən həlim olsan, onda sən səmavi padşahlıq qazanacaqsan. Xeyr. Əgər sənin diri imanın varsa, sən həlim olacaqsan. Çünki bu, müqəddəs ruhun sənin ürəyində gördüyü işin bir nəticəsidir. Və bunu mən demirəm. Həvari Paul həlimliyi müqəddəs ruhun bəhrəsi adlandırır. Qalatalara 5-ci fəsil 22-23-də yazılıb. Müqəddəs ruhun səmərəsi, yəni bəhrəsi isə budur: məhəbbət, sevinç, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və nəfsə hakim olmaq. Yəni, həlimlik bu anadan gəlmə bir xüsusiyyət deyil. O, Rəbbin ürəkdə gördüyü işin bir nəticəsidir. O, müqəddəs ruhun bəhrəsidir. Və yalnız Rəbb insanı həlim edə bilər. Yaqub 1:21-də yazılıb. Buna görə də hər cür murdarlığı və dolub daşan pisliyi kənara ataraq, ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin. Biz Allahın sözlərini tam itaət və həlimliklə qəbul etməliyik. Öz qüsurlarımızı eşitməyə hazır olmalıyıq. Xəbərdarlıqları qəbul etməliyik və kəlamın tövsiyə etdiyi dəyişilməni biz ürəkdən arzulamalıyıq. Həlimlik özünə dürüst baxışdan başlayır. Mən yaddan çıxarmamalıyam ki, mən Allahın qarşısında bir günahkar idim və Allah məni günahlarımı öz lütfüne görə bağışladı. Onda mən başqalarına da yuxarıdan aşağı baxmayacağam. Duada özünü Allah qarşısında günahkar adlandırmaq asandır. Amma başqası mənə səhvlərimi göstərəndə bu çətindir. Əsl həlimlik də məhz bununla yoxlanılır. Ruhani yetkinlik də bunda özünü göstərir. Şərq cəmiyyətlərdə həlimlik çox vaxt zəiflik kimi qəbul olunur. Ona görə də bizdə də, məsəl üçün, bir-birinə yol vermək, ya səhvini etiraf etmək, ya üzr istəmək kimi davranışlar nadir hallarda görünür. Çünki həlimlik zəiflik sayıldığı üçün insanlar zərif görünməkdən qorxurlar. Çünki qəddar insanlar zəifləri tapdalamağa çalışırlar. Amma həlimlik zəiflik deyil. Nə vaxt ki, insan cavab verə bilir, amma susmağı seçir. Qisas ala bilər, amma bağışlayır. Təkid edə bilər, amma sülh naminə güzəştə gedir. Çünki o, Rəbbə etibar edir. O inanır ki, 37-ci Zəburda yazıldığı kimi, yolunu Rəbbə ver, ona güvən, o edəcək. Bəzən həlimlik məğlubiyyət kimi görünür. Amma əslində bu qələbədir. Çünki qürurunu məğlub etmək, düşməni məğlub etməkdən daha çətindir. Özünə qalib gəlmək bu əsl gücdür. Həlim insan iradəsiz deyil. O sadəcə bilir ki, dünya onun ətrafında fırlanmır. O, həyatını
qürur və qəzəb üzərində qurmur. Ancaq Allaha etibar etmək üzərində qurur. Həlim insan laqeyd də deyil. Sadəcə inanır ki, Allah özü hər şeyi görür. Bəs insanlardan bizim üçün həlimlik nümunəsi kim ola bilər? Kəlam deyir ki, Musa Peyğəmbər yer üzündə olan bütün adamlardan ən həlimi idi. O, həlim idi, amma zəif deyildi. O, Allahın köməyi ilə 2-3 milyon insan arası Misirdən çıxarmış bir lider idi. Və onunla belə bir hallar baş vermişdi. Sayılar 11-ci fəsil 26-dan 29-cu ayəyə yazılıb ki, düşərgədə 2 adam qalmışdı. Birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan 70 nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çöktü və onlar düşərgədə peyğəmbərlik edirdilər. Bir gənc qaçaraq Musaya xəbər verib dedi, Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər. Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua, ağam Musa onlara qadağan et, deyib fikrini bildirdi. Musa ona cavab verdi, sən mənə görə məni qısqanırsan. Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara ruhunu verəydi. Musa başqalarının da onun kimi peyğəmbərlik etməsinə paxıllıq etmədi. Əksinə o sevinirdi və istəyirdi ki, bütün xalq peyğəmbərlik edə bilsin və onlarda Allahın ruhu olsun. Əsəd imanlı da belədir. O, məbəddə, xidmətə görə kiməsə qısqanmır. Əsas odur ki, doğrudan da ürəkdən Rəbbə xidmət etmək istəyənlər çox olsun. Mən başqa xidmət etsəm də olar. Əsas odur ki, qoy Rəbbin adı izzətlənsin, mənim yox. Musanın başına başqa bir hadisə də gəlmişdi. Sayılar 12-ci fəsildə yazılıb ki, Musanın bacısı və qardaşı Məryəm və Harun onu tənqid edirdilər. Çünki Musa özünə arvad olaraq kuşlu bir qadın almışdı və buna görə, yəni Musanı tənqid etdiyinə görə Rəbb Məryəmi cüzamla cəzalandırdı. Amma Musa onu sevdiyi üçün, bacısı üçün Allaha dua etməyə başladı ki, Allah onu bağışlasın və ona şəfa versin. Və Allah Musanın duasını eşitdi. Yəni, Musanın belə bir ürəyi var idi. O, bağışlaya bilirdi, çünki sevən və həlim ürəyi var idi. Biz də belə hadisələrlə qarşılaşırıq və ya qarşılaşacağıq. Hətta öz yaxınlarımızdan, bacı və qardaş dediyimiz insanlardan hansısa ürəyimizi yaralaya biləcək davranışlar görə bilərik. Amma biz bağışlamağı bacarmalıyıq. Biz başa düşməliyik ki, hər kəs günahkar bədənə qalib gələ bilmir. Hər kəs ruhən yetkin deyil. Bəzən biz emosiyalara qapılıb deyə bilərik ki, əgər bu belə edirsə, mən bundan sonra onunla başqa cür rəftar edəcəm. Mən onu bağışlayıram, amma bundan sonra mən bilirəm necə o adamla rəftar edəcəm, necə bundan sonra olacaq. Amma bu bağışlamaq deyil. Bu, o insanın üzərindən xətt çəkməkdir. Öncə araşdır, insanla danış. Əgər doğrudan da səhvdirsə, yenə də şans ver. Bəlkə dəyişdi. 2 Timotey 2-ci fəsil 24-25-də yazılıb. Rəbbin qulu hamı ilə mülayim rəftar etməli. Öyrətməyə qabil, səbirli olmalıdır. Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə onlar həqiqəti anlayar. Həmən insanı kəsib atmaq və üzərindən xətt çəkmək bu qürurun və qəddarlığın göstəricisidir. Bəzən biz deyirik ki,
intiqamı Allaha saxlayıram. Qoy o özü onu cəzalandırsın. Amma ürəyində Allaha məhəbbəti olan insan heç o intiqamı da, yəni heç bir pisliyi o adama arzulamır. Musanın ürəyi kimi həlim ürəyi olan insan. Həlim ürək bu əsl məsihçinin ürəyidir. Bu sadəcə xəssiyyətin bir xüsusiyyəti deyil. Bu insanın ürəyində Allahın olmasının nəticəsidir və göstəricisidir. Həlimlik nəyə lazım? Həlimlik, misal üçün, işdə lazımdır. Nə vaxt ki, haqsızlığa pisliklə cavab verməyəndə. Həlimlik ailədə lazımdır. Nə vaxt ki, həyat yoldaşlar mübahisə etməkdənsə sülh axtarırlar. Həlimlik məbəddə lazımdır. Nə vaxt ki, birlik naminə güzəştə getməyə hazır olanda. Həlimlər özləri haqqında çox danışmırlar. Amma Allah onlar vasitəsilə böyük işlər görür. Misal üçün, bu dua xidməti edən insanlardır ki, heç kim onları görmür. Bu, tanınmadan xidmət edən xidmətçilərdir. Bu, heç kim görməyəndə belə Məsihə sədaqəti qoruyan məsihçilərdir. Belə insanlar bəxtiyardır. Rəbb onlara deyir ki, siz yer üzünü irs alacaqsınız. Müvəqqəti şöhrəti deyil, əbədi padşahlığı alacaqsınız. Qoy Rəbb bizə bu həlimliyi öyrətsin. Zahiri göstəriş üçün olan deyil, müqəddəs ruhla dolu ürəkdən gələn əsl həlimliyi. Qoy o bizə pisliyə cavab verməmək, dözmək, bağışlamaq, xidmət etmək və Məsih kimi sevmək üçün güc versin. Gəlin Rəbdən xahiş edək ki, o bizə həlim ürək versin. Və Məsih təkrar gələndə biz eşidəcəyik. Afərin, yaxşı və sadiq qulum. Ağanın sevincinə şərik ol. Amin.